Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Günün ən vacib və səs-küylü xəbərləri ilə qarşınızdayıq. Paytaxtda yerləşən 257 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı rəsmi qurumlar açıqlama yayıb. Hadisənin detalları cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Digər tərəfdən manatla bağlı gözlənilən dəyişikliklər gündəmdədir. Bu proses bazardakı qiymətlərə necə təsir edəcək? Ekspertlər artıq ilkin proqnozlarını açıqlayıblar. Beynəlxalq arenada isə gərginlik səngimək bilmir. Ağ Evdən verilən açıqlamada İranla bağlı müharibənin bitmiş sayıldığı bildirilsə də, Donald Trump İranın təklifini rədd edərək danışıqları dalana dirəyib. Üstəlik, Trumpın uzun müddətdir gözlədiyi mühüm xəbər də gəlib və tarix açıqlanıb. Regionda vəziyyət daha da qızışır. Masud Pezeshkian ilə Abbas Arakçı arasında gərginlik artıb, qarşılıqlı ittihamlar və təhdidlər səsləndirilir. Bizi izləmədə qalın, ən son və dəqiq xəbərləri sizə çatdırmağa davam edəcəyik. Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəb rəhbərliyi bir neçə şagirdin səhhətində yaranan problemlə bağlı münasibət bildirib. Oxu Az trendə istinadla xəbər verir ki, məktəbdən verilən məlumata görə mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinirinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib. Həmçinin aidiyyəti dövlət qurumları və şagirdlərin valideynləri məsələ ilə bağlı məlumatlandırılıb. Hazırda şagirdlərin sağlamlıq vəziyyəti normaldır. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən təbibdən verilən məlumata görə isə saat 15 radələrində Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri Xətai rayonu 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbi ilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub, deyə əlavə edilib. 1842 Xətai rayon ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub. Dinin mətbuat xidmətindən Oxu Aza bildirilib ki, Xətai rayon polis idarəsində təhqiqat araşdırması başlayıb. Qeyd edilib ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir. Azərbaycanda malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Maraqlıdır, gömrük dəyərinin manatla bəyan edilməsinə zərurət nədən irəli gəlir? Bunun ixal və ixrac qiymətlərinə təsiri mümkündürmü? İqtisadçı Eldəniz Əmirov bildirib ki, əsas səbəblərdən biri valyuta risklərinin azaldılmasıdır. Hazırda ixal əməliyyatlarının böyük hissəsi xarici valyuta ilə aparılır və gömrük dəyəri də əsasən dollarla bəyan edilir. Lakin məzənnə dəyişdikdə eyni malın gömrük dəyəri müxtəlif zamanlarda, hətta qısa intervallarda belə fərqli olur. Manatla birbaşa müəyyən edildikdə bu qeyri-müəyyənlik azalır və daha sistemli yanaşma formalaşır. Ekspertin sözlərinə görə digər mühüm faktor dövlət büdcəsi ilə bağlıdır. Gömrük rüsumları və əlavə dəyər vergisi manatla ödənilir. Bu baxımdan daxil olmaların, o cümlədən gömrük dəyərinin milli valyutada müəyyənləşdirilməsi daha məqsədə uyğundur. Prosesin qiymətlərə təsirinə gəldikdə isə iqtisadçı bunun ciddi dəyişikliklərə səbəb olacağını düşünmür. Qeyd edək ki, sözü gedən dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclis plenar iclasında birinci oxunuşda baxılması üçün tövsiyə olunub. AEV ABŞ Konqresini İrana qarşı hərbi əməliyyatı başa çatmış hesab etdiyi barədə məlumatlandırıb. Oxu Az Associated Press agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump tərəfindən Konqresin Nümayəndələr Palatasının spikeri Mike Johnsona ünvanlanmış müraciətdə deyilir. 28 fevral 2026-cı ildə başlamış hərbi əməliyyatlar başa çatıb, deyə məlumatda bildirilir.
ABŞ prezidenti Donald Trump bəyan edib ki, münaqişənin həlli ilə bağlı İranın təqdim etdiyi təklifin yeni variantı onu qane etmir. Oxu Az bu barədə Interfax agentliyinə istinadən xəbər verir. Onlar saziş bağlamaq istəyirlər. Lakin mən bu təklifdən razı deyiləm, deyə Trump İranın daha əvvəl göndərdiyi təklifi şərh edib. O qeyd edib ki, vasitəçi funksiyasını yerinə yetirən Pakistan İran məsələsi ilə bağlı ABŞ ilə telefon əlaqələrini davam etdirir. Trump həmçinin bildirib ki, İran rəhbərliyi daxilində fikir ayrılıqları mövcuddur. Onun sözlərinə görə bu amil danışıqlar prosesinə mane olur. İranın Amerika Birləşmiş Ştatları ilə mövcud böhranı aradan qaldırmaq üçün yeni sülh təklifi hazırladığı iddia olunur. No Comment az xəbər verir ki, Amerika Birləşmiş Ştatları mediasında yayılan məlumatlara görə, Tehran administrasiyası yenidən işlənmiş sənədi cümə gününə qədər Vaşinqtona təqdim edə bilər. Bildirilir ki, Ağ Ev İranın daha əvvəl təqdim etdiyi yazılı təklifi qəbul etməyi. Vaşinqton administrasiyası bu qərarı təklifdə İranın nüvə ehtiyatları və uran zənginləşdirmə fəaliyyətlərinin yer almaması ilə əsaslandırıb. Amerika Birləşmiş Ştatları tərəfi hesab edir ki, nüvə proqramı danışıqların əsas mövzusu olmalıdır və bu məsələ həll edilmədən hər hansı razılaşma mümkün deyil. Məlumata görə İranın ilkin təklifi əsasən Hörmüz boğazı və bölgədə mümkün dəniz blokadasına fokuslanmışdı. Lakin bu yanaşma Vaşinqton tərəfindən yetərsiz sayılıb. Amerika Birləşmiş Ştatları administrasiyası isə əksinə, Hörmüz boğazı ətrafında dəniz blokadasını Tehran üzərində təzyiqi artırmaq üçün ən effektiv vasitələrdən biri kimi qiymətləndirir. Vaşinqton hesab edir ki, bu addım İranın neft gəlirlərini məhdudlaşdıraraq onu daha geniş və konkret öhdəliklərə məcbur edə bilər. Hazırda tərəflər arasında əsas fikir ayrılığı İranın nüvə proqramı ilə bağlıdır. ABŞ Tehranın bu sahədə aydın öhdəliklər götürməsini tələb edir. İranın isə bu məsələləri ilkin təklifdən çıxarması diplomatik prosesi dalana dirəyib. Gözlər indi Tehranın təqdim edəcəyi yeni sülh planına yönəlib. Bu sənəd tərəflər arasında dialoqun bərpa olunub-olunmayacağını müəyyən edə bilər. Bununla belə Amerika Birləşmiş Ştatlarının təzyiq siyasəti və İranın nüvə məsələsində sərt mövqeyi sülh prosesinin qarşısında əsas maneə olaraq qalır. İranın siyasi rəhbərliyində ciddi qarşıdurma yaranıb. Prezident Məsud Pezeşkan və parlament sədri Məhəmməd Baqir Qalibov Xarici İşlər Naziri Abbas Araqçinin istefasına nail olmağa çalışırlar. İran İnternasional nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, buna səbəb nazirin fəaliyyətindəki ikibaşlılıqdır. No Comment az xəbər verir ki, Araqçı ABŞ ilə aparılan danışıqlarda ölkənin siyasi rəhbərliyini məlumatlandırmadan İslam İnqilabı Keşikçiləri Korpusunun Sepah komandanı vahidinin birbaşa göstərişlərini yerinə yetirməkdə ittiham olunub. İddialara görə son 2 həftə ərzində nazir bütün addımlarını Sepah ilə koordinasiya edib. Lakin bu barədə Prezident Pezeşkana heç bir məlumat verməyib. Mənbələr bildirir ki, bu vəziyyət prezidentin kəskin narazılığına səbəb olub. Pezeşkan yaxın ətrafına bəyan edib ki, əgər Xarici İşlər Naziri bu cür gizli fəaliyyətini davam etdirərsə, o dərhal vəzifəsindən kənarlaşdırılacaq. Bu hadisə İranda hərbi elit və mülki hökumət arasındakı gərginliyin pik həddə çatdığını göstərir.